Salam, hər vaxtınız xeyir dəyərli dostlar. 26 iyun 2026-cı il. Sizi Kiyev şəhərindən salamlayırıq. Əziz dostlar, bu günləri Ukrayna Silahlı Qüvvələrinin pilot uçuş aparatları yenə də həm Rusiya dərinliklərində, o cümlədən Moskva şəhəri üzərində Rusiya Müdafiə Nazirliyinin dediyinə görə ən çox sayılı dronlarla əməliyyatlar həyata keçiriblər. Düzü, hələ ki nəticələrdən xəbərimiz yoxdur, amma bir 15-16 regionunda Rusiyanın bu günləri doğrudan da hava hücumundan müdafiə siqnalları verilib, hava limanları bağlı olub və s. və ilaxirə. Bunun əlavə Ukrayna Təhlükəsizlik Xidməti Raşist İmperiyasının belə də yazıblar, 2 yağlı gəmisini vurublar. Bunların birinin adı Volqadır, bir də Vyatka. O da çay adıdır, bilirsiniz. Və bugündən başlayaraq Ukrayna Təhlükəsizlik Xidməti qarşısında qoyulan tapşırıq, 40 günlük tapşırıq və 40 gün ərzində Rusiyaya qarşı deməli həm nöqtəli əməliyyatlar, həm kütləvi əməliyyatlar, həm daxildə əməliyyatlar, bütün əməliyyatların həyata keçirilməsi ilə bağlı tədbirlər planının bugün 1-ci günü idi. Ona görə müharibə tamam şiddətlənib, yəni biləsiniz. Bütün şiddəti ilə davam edir. Bax, indi də hiss eşidirsiniz öz-özdən. Gün ərzində dəfələrlə Rusiya tərəf güya, nə bilim, Ukrayna üzərinə, Kiyev üzərinə ballistik hücumlar təşkil etmək istəyir. Kiyev şəhərinə yox, amma həm vilayətdə, həm də digər şəhərlərdə belə əməliyyatlar olub və ölənlər, yaralananlar var. O cümlədən Zaporijyədə, Sumada, deyək ki, Dniprdə, Dnipro şəhərində. Bax, belə, yəni Ukrayna Silahlı Qüvvələri dediyimiz kimi müdafiə qüvvələrinə verilən tapşırıq yaxın 40 gün ərzində Rusiyanın bütün strateji hədəflərinə zərbələr endirmək və s. və ilaxır. Yeri gəlmişkin bugün axır ki, Lukashenko'nun dünən sırağa gün dediyi ki, güya biz Ukraynaya nota göndərmişik, o məktubu gəlib çıxıb. Məktubda məzmunu və hüquqi səlahiyyəti keçmiş bir nağıla oxşuyur. Məktubda o yazılıb ki, güya keçmişdən, dədə-babadan, yəni Sovet vaxtından güya Ukraynanın həmin o Belarus-Ukrayna sərhədində yaşayan kəndlərinin adamları güya keçirmişlər Belarus əhalisinə, oradakı o meşələrdəki gilə meyvələrdən, nə bilim, göbələklərdən, belə nəysə heç belə dövlətlər arası münasibətlərə sığmayan belə bir nağıla bənzər bir məktubdur. Güya ki, indi mehribançılıq namı nədir, güya qardaşlıq namı nədir. Belarus tərəf yenə də bu praktika qayıtmaq istəyir. Belarus tərəf deyir ki, yəni təzədən gəlin, güya bizim meşələrimizdə o gilə meyvələrdən bu kəndlilər yığsınlar, güya necə deyərlər, yəni də güya maliyyə vəziyyətləri yaxşı olsun. Belə mənasız, boş bir şeydir. Onu da deməli bizim Xarici İşlər Nazirliyimiz və hörmətli Xarici İşlər Nazirimizin özü, cənab Andrey Sibiha özü şərh elədi ki, bunlar belə gərəksiz, lazımsız məsələlərdir. Zamanında çox şey olub. İndi Belarus faktiki olaraq düşmənin yanındadır və 2022-ci ildə sizə demişdim mən, Ukrayna üzərinə atılan raketlərin mühüm bir hissəsi də onun ayağına yazılıb. Yəni mən sizə demişdim, hər 6 raketdən biri Belarus ərazisindən gəlirdi. O cümlədən deməli dronlar bu günə qədər də gəlməkdə davam edirlər, həm də qərb istiqamətində. Ona görə Ukrayna tərəf təbii ki, Belarusda baş verənləri, yəni Belarusya Respublikası ərazisində Ukrayna-Belarus dövlət sərhəddi boyu ərazilərdə baş verənləri çox diqqətlə nəzarətdə saxlayır. Biz hər zaman belə deyək, vəziyyətin necə olduğunu, hansı səviyyədə olduğunu izləyirik və bilirik. Odur ki, yəni güya dediyim kimi də, yəni Lukashenko güya bir qardaşlıq təklifi, güya biz dostuq, qohumuq, istəsək güya nə bilim sərhəddə aça da bilərik və belə gərəksiz dediyim kimi bugünkü onun davranışına heç uyğun gəlməyən Belarus dövləti təbii ki, Rusiyanın yanındadır. Onlar müttəfiq dövlətləridir, ittifaq dövlətləridir. Yəni bunu da bilməyən yoxdur.
Bugün Rusiya ərazisindəki neft qıtlığının qarşısının alınmasında Belarus özü birbaşa iştirak edir. Mazordakı neftarima zavodu deməli Rusiya neft məhsulları verir. Bunu da hamı bilir. Sonra bundan da əlavə əziz dostlar, deməli Belarusun bir neçə zavodunda Rusiya üçün hansısa belə deyək, ikili təyinatdır. Həm məişət üçün, xalq təsərrüfatı üçün, həm də hərbi sənaye kompleksi üçün hansısa cihazlar, hansısa detallar istehsal edildiyi də heç kim üçün sir deyil. Bax belə. Sonra bunu da bildirim ki, bugün Tula şəhərinə deməli orada bir zavoda hücum edilib, azot zavodudur gərək ki adı. Sonra Moskva vilayətində gərək ki Podmoskovya deyilən, yoxsa nəsə belə bir adı var. Deməli orada şəhər var. Həmin şəhərdəki yenə də kimya zavodu sıradan çıxarılıb. Bütün bu məlumatlarla bağlı axşam saat 10-da hər zaman olduğu kimi, yəni Bakı vaxtı ilə saat 10-da 22:00-da sizlə görüşümüzdə ətraflı danışarıq. Xəbərlər çoxdan çoxdur. Təbii ki, mən sizə sadalıqlarım bugün hələ günortaya qədər olanlar idi. Belə, görüşənə qədər efirlərimizi bəyənib paylaşmağı unutmayın. Yəni müharibə bütün şiddəti ilə davam edir və təbii ki edəcəkdir. O zamana qədər edəcəkdir ki, Rusiya imperiyası, yəni onun führeri, hələ ki imperiyanın führeri müharibəni dayandırmaq qərarı versin. O da buna oxşamır hələ ki. Ona görə müharibə ən kəskin anına qədər davam edəcəyi ilə bağlı demək, heç kəsdə şübhə yoxdur. Bu da ola bilsin ki, təxminən payız aylarına qədər, hətta payızın sonlarına qədər, qış ərəfəsinə qədər davam edəcək və ona qədər də Ukrayna tərəf Rusiyanın bütün enerji sistemlərini, istilik elektrik sistemlərini, yaxud stansiyalarını, yarım stansiyalarını, həm də Krım yarımadasında, yəni işğal altında olan ərazilər, həm də Xerson və Zaporojye vilayətlərində, həm də Donetskdə, Donbasda və Lugansk vilayətində bütün bunların həyata keçiriləcəyi ilə bağlı heç kəsdə şübhə olmamalıdır. Müharibə dediyim kimi bütün şiddəti ilə davam edir. Nəinki davam edir, hətta artan xətlə davam edir. Biz təbii ki, yaxın günlərdə, yaxud yaxın saatlarda Rusiya tərəfdən raket hücumları olacağı ilə bağlı məlumatlara da malikik. Yəni, hər zaman gözləyirik. Ukraynanın hava hücumuna müdafiə qüvvələri təbii ki, ayıq-sayıqdırlar. Görək nələr olur, nələr baş verir. Odur ki, bizlə deyəndə azad dünya ilə bir yerdə olmağı əziz dostlar unutmayın və hamımız bir yerdə olanda güclü oluruq. Hələlik sağ olun, salamat qalın. İnşallah dediyim kimi axşam saat 10-da Bakı vaxtı ilə görüşəcəyik. Onda da sizə dediyimiz xəbərlərin bütün incəliklərini çatdırarıq və nələr baş verib gün ərzində onları da deyəcəyik. Sağ olun, salamat.